Türk Dövlətləri Təşkilatı dünyada yeni bir güc mərkəzinə çevrilməklə yanaşı, həm də regional, iqtisadi, siyasi proseslərə ciddi təsir imkanlarına malik nüfuzlu bir qurumdur. 2025-ci il 6-7 oktyabr tarixlərində Azərbaycanın Qəbələ şəhərində baş tutan Türk Dövlətləri Təşkilatının 12-ci zirvə görüşü Türk dünyasının birliyini gücləndirən, gələcəyini müəyyənləşdirən bir görüş kimi xarakterizə oluna bilər. Regional sülh və təhlükəsizlik mövzusunda keçirilən bu zirvə görüşü yalnız formal protokol tədbiri deyil, həm də Türk dünyasının gələcək konturlarının, ortaq strateji hədəflərinin və birgə fəaliyyət mexanizmlərinin müəyyən edildiyi tarixi hadisədir. Qarabağ zəfərindən sonra Azərbaycanın ev sahibliyi ilə keçirilən bu zirvə görüşü Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olması, Mərkəzi Asiyada artan təhlükəsizlik risklərinin idarə edilməsi və Avrasiyada yenidən formalaşan güc balansına verilən ortaq cavab xarakteri daşıyır. Zirvə görüşünün yekunu olaraq qəbul olunan Qəbələ bəyannaməsində yer alan qərarlar təşkilatın gələcək strategiyasının müəyyənləşməsi və əhatə dairəsinin genişlənməsi baxımından mühüm önəm kəsb edir. Bəyannamədə xüsusi diqqət çəkən məqam yeni bir formatın, Türk Dövlətləri Təşkilatı üstəgəl formatının yaradılması barədə qərar oldu. Belə ki, bu format təşkilat çərçivəsində əməkdaşlığın genişləndirilməsinə, üçüncü ölkələrlə əməkdaşlıq etməyə imkan yaradacaq. Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev dünyanın üzləşdiyi hazırki geosiyasi və təhlükəsizlik çağırışları fonunda Türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsinin olduqca vacib olduğunu bildirdi. Dövlət başçısı hərbi, müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığın daha da genişləndirilməsi məqsədi ilə 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatının üzv ölkələrinin birgə hərbi təliminin keçirilməsini təklif etdi. İlham Əliyev Vaşinqtonda qəbul edilmiş Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanmasının Cənubi Qafqazı sülh məkanına çevirəcəyinə əminliyini ifadə etdi. Qəbələ zirvə görüşünün digər mühüm nəticəsi Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının fəaliyyətinin genişləndirilməsinə dair razılığın əldə olunmasıdır. Zirvədə diqqət çəkən başqa bir tarixi hadisə isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yazıçı Çingiz Aytmatov haqqında kitabın, eləcə də Oğuznamə toplusunun Türkiyədə 2024-cü ildə Bakıda keçirilən toplantıda qəbul edilən ortaq türk əlifbası ilə nəşr olunacağı müjdəsini verməsi oldu. Bu addım Türk dünyasında mədəni inteqrasiyanın konkret göstəricisi kimi böyük əhəmiyyət kəsb edir. Bununla yanaşı Prezident İlham Əliyevin 1926-cı ildə Bakıda təşkil edilmiş 1-ci Türkoloji Qurultayının davamı mahiyyətində yeni böyük bir Türkoloji Qurultay keçirilməsi təklifini irəli sürməsi Türk dövlətləri arasında mədəni inteqrasiyanı elmi əsasda möhkəmləndirən növbəti mühüm addım oldu. Zirvənin sonunda Türk Dövlətləri Təşkilatına sədrlik Qırğızstandan Azərbaycana keçdi. Bu isə ölkəmizin təşkilatdakı liderlik missiyasının rəsmi təsdiqi olacaq. Qəbələ zirvə görüşü Türk Dövlətləri Təşkilatının təkcə regionda deyil, həm də qlobal miqyasda böyük güc olduğu faktını nümayiş etdirdi. Bu görüşdə Türk Dövlətləri Təşkilatının beynəlxalq əlaqələrinin genişləndirilməsi baxımından qəbul edilən qərarlar Türk dünyasının yeni yüksəliş dövrünün başlanğıcı sayıla bilər. Türk Dövlətləri Təşkilatı qarşıdakı illərdə Avrasiya məkanında əsas söz sahibi, qərarverici iqtisadi gücə çevrilə bilər. Avropa və Asiyanı əhatə edən Türk dövlətləri böyük iqtisadi və siyasi potensiala sahibdirlər. Müasir dövrün reallıqları göstərir ki, Türk dünyası birgə addımlamalı, birlikdə böyüyüb inkişaf etməli, əngəllərə qarşı birgə mübarizə aparmalıdır.